Dostlar salam, hər vaxtınız xeyir olsun. Bugün keçirilən imtahan suallarına baxaq. 9-cu sinif 2026-05-04, yəni aprelin 4-ü 9-cu sinif 1-ci zona. Okey. İlk 4 sual dinləmədir. Dinləməyə toxunmuram, çünki dinləmə mətni əlimizdə yoxdur. 7-ci, 6-cı, 5-ci. 5-ci sualdan başlayaq. 3 dənə short textdir. Gəl yoxlayaq. 1. Deyir ki, əziz səyahətçilər, turistlər falan filan, please remember to arrive at the airport at least 2 hours before your flight. Uçuşdan 2 saat, ən az 2 saat öncə gəlməlisiniz aeroporta. Make sure, əmin olun. Nədən əmin olaq? You have your passports and tickets with you. Pasportunuz və biletləriniz yanınızda olsun. Pack your luggage carefully. Bütün əşyalarınızı doğru, dürüst, diqqətlə, nə bilim, ehtiyatla yığın, yığışdırın, paketləyin and read the basic rules. Ümumi qaydaları oxuyun. About what you can bring. Nə gətirə bilərsinizlə bağlı ümumi qaydalarımızı oxuyun. Don't forget, unutmayın, yaddan çıxmasın. To bring some food, özünüzlə deyil, yemək də gətirin. And water, su da gətirin. For your trip, səyahətiniz üçün. Have a safe and enjoyable journey. İyi yolculuklar. İncələk nə deyir? Passengers will be provided with food and water by the agency. Deyir, sərnişinlər agentlik tərəfindən qida, yəni yemək və su ilə təmin olunacaq. Xeyr, deyir ki, özünüzlə gətirin. A variantı səhvdir. Travel agency will prepare new rules about taking something to the flight. Səyahət agentliyi nə edəcək? Yeni qaydalar hazırlayacaq ki, bu da yanlışdır. Tamam mı? Yanlışdır. Halbuki deyir ki, basic rule'ları deyin, oxuyun. Yəni, hazır qaydalar var artıq. Passengers should be at the airport only an hour before the flight. Sərnişinlər deyir ki, yalnız və yalnız nazik ona dərmandır. Only ancaq, yalnız 1 saat öncə deyir olmalıdır aeroportda, halbuki yuxarıda səhv eləmirəmsə 2 saat yazılmışdı. Agency asks passengers not to forget taking their passports and tickets. Agentlik xahiş edir ki, ya da istəyir. Kimdən istəyir? Pasajirlərdən, yəni sərnişinlərdən unutmamaqlarını istəyirlər. Nəyi? Taking their passports and tickets. Yəni özləri ilə deyir ki, pasportunuzu da gətirin, biletlərinizi də gətirin, üstünüzdə olsun ki, cavab D variantıdır. Burada bunu deyir. Don't forget to bring, bu deyil. Pack your, bu da deyil, bu da deyil. Make sure, bax budur. You have your passports and tickets with you. Yəni yanınızda olsun. Cavab D variantıdır arkadaşlar. Travelers are not allowed to take luggage with them. Səyahətçilərə icazə verilmir ki, bagajlarını, yüklərini özlərinlə gətirsinlər. Halbuki elə bir şey də yoxdur. Çünki burada nə deyir? Ehtiyatla, diqqətlə bagajınızı neyin? Yığın, paketləyin, yığışdırın və s. və ilaxır. 5-in cavabı D. 6-ya bax. There will be a picnic this Saturday at 12 p.m. Günorta saat 12-də nə olacaq? Piknik olacaq deyir. Saturday 6-cı gün, bu 6-cı gün. For the teachers of the school, məktəbin müəllimləri üçün. In the park, parkda olacaq. If family members, əgər həmin o müəllimlərin ailə üzvləri want to join the picnic, piknikə qoşulmaq istəyirsə, they should pay half the price. Qiymətin yarısını ödəməlidirlər. Of the bus, avtobusun yol pulunun yarısını ödəyə bilərlər, ya da ödəməlidirlər. Everyone should bring their lunch. Hər kəs özündən yemək gətirsin. Come and have fun together. Gəlin, əylənin, yeyin, için. Şübhəsiz ki, yiyib içməyənlər bizdən deyildir. Nəysə, teachers will go to the picnic. Müəllimlər piknikə gedəcək. Next weekend deyil. This Saturday, this weekend deyil. Picnic will be held early in the morning. Səhər tezdən olacaq, yox, günorta 12-də. Family members are not allowed to bring lunch for the picnic. Ailə üzvlərinə icazə verilmir ki, özlərinə yemək gəlsinlər. Xeyr, deyir ki, özünüzdən yemək gətirin. Biz sizə yemək verən deyilik. Everyone attending picnic, piknikdə iştirak edən hər kəs should pay half the price. Qiymətin yarısını ödəməlidir. Halbuki ailə üzvlərinə deyir o, if family members, bunlardan danış, half the price, ailə üzvləri ödəməlidir. Teachers should take their lunch with them to the picnic. Bəli,
müəllimlər öz yeməklərini özləri gətirsin deyir. Burada da cavab E variantıdır. 7. Did Kathleen bacı, I'm inviting you to my birthday party at my cousin's house this Friday. Bu 5-ci gün kuzenimin, dayım oğlunun, nə bilim, xalam qızının evində birthday party eləyəcəm bacı deyir. Let me explain to you how to get there. Qoy sənə izah eləyim ora necə gedəcəksən. If you take your car, əgər maşından gələsi olsan, drive directly on Forest Road. Forest Road yolu ilə birbaşa gəl, then drive past, keç yanından, Brownsville and take exit və düş 13A-da, drive down the road, exit 13A-nı götür, hər nəsə, drive down the road there, aşağı düş, turn left, sola dön, nə qədər şey dedi bu. It is the first big house, each böyük evdir, on the right, see you there. Əsas sağda. Yolu tarif eləyir, ya da ad gününə dəvət eləyir, başqa heç nə yoxdur burada. Kathleen sends Mary the home address of her cousin. De Kathleen Mary'ə öz ev adresini, kuzeninin ev adresini göndərir. Əslində ev adresi göndərmir. Deyir, sadəcə belə dön, elə dön, sağa dön, instruksiya verir. Mary asks Kathleen to come to her birthday party by her cousin's car. Deməli, yazan Mary'dir. Aha, buna bir dənə diqqət eləyin. Kimə yazır? Kathleen'ə yazır. A variantı həm də ona görə səhvdir ki, Kathleen Mary'ə yazmır, Mary'ə göndərmir. Əslində Mary ona deyir. Bir növ düzdə adres deyir, amma nə olsun? Yolu tarif eləyir. Yazan adamın adı buradadır, kimə yazır o buradadır. Burada biraz diqqətli olun. Mary xahiş edir Kathleen'dən gəlsin onun birthday-inə. Bura qədər hər şey düzdür. Amma deyir ki, by her cousin's car, kuzeninin maşını ilə gəlsin. Yox. Belə bir şey yoxdur. Mary öz kuzeninin evində ad günü partisi keçirir. Mary invites Kathleen to her birthday. Bu da düzdür. Amma deyir ki, which will be next Friday. Yəni, gələn Friday olacaq. Halbuki this Friday'dir, səhv eləməmsə. Bəli, this Friday'dir. Bu da səhvdir. Mary describes the way to her cousin's house to Kathleen. Deyir, Mary təsvir eləyir, yəni izah eləyir nəyi? Yolu. Kuzeninin evinə gedən yolu kimə? Kathleen'ə. Bu düzdür. D variantımız düzdür. The house of Mary's cousin is the last big house on the left. Is the last big house, the last ən sonuncu deməkdir? It is the first big house'dur. Bu da səhvdir. Cavab D variantı. Mətnimizə baxaq. The Cana crystals. Burada fikir verirsiniz, yarısı düşməyib, şəkildən PDF-ə çevrilir. Is a unique and colorful river olmalıdır in Colombia. Kolumbiyada unikal və rəngli, rəngbərəng bir çaydır. Cana crystals. South Amerika'da yerləşir, Kolumbiya. There are a lot of mountains and lakes. Dağlar var, göllər var çoxlu. Çayın ətrafında. Cana crystals is popular for its different colors. Müxtəlif rənglər var deyir. O rənglərə görə məşhurdur. Diqqətli olun. So, ona görə də the river is often called the river of five colors. Ona görə də məşhur olduğu üçün də rənglərdən dolayı. Buna 5 rəngin çayı da deyirlər. Bu adı da veriblər. Or liquid rainbow. Maye rainbow adlar. Çünki rainbowda 7 dənə nə var? Göy qurşağıda rəng var. It includes various colors. Burada deyir fərqli rənglər daxildir. Like red, black, blue, green and yellow. Bunları da tərcümə edirəm. Its red color. Onun qırmızı rəngi comes from a red plant. Qırmızı bir bitkidən gəlir. Growing under the river. Çayın altında yetişən qırmızı bitkidən gəlir. This color changes. Bu rəng dəyişir. Depending on sunlight. Gün işığından asılı olaraq. Demək, günəşin təsiri ilə bu neyəyə bilər? Rəngin dəyişə bilər. Other colors, digər rənglər, come from black stones, green plants, blue water and yellow sand. Digər rənglər də hardan gəlir? Qara daşlardan, yaşıl bitkilərdən, mavi sudan və sarı qumdan. To protect Cana crystals from pollution and damage. Pollution nədir? Çirklənmə, ekoloji çirklənmədən və zərərdən deyil, qorumaq üçün not everyone can enter the area. Bu əraziyə hər kəs daxil ola bilməz. Tourists, turistlər. Need a document. Bunlara bir sənəd lazımdır. From government, the government yazmalıydı. The article orada olmalıydı, səhv verirlər. Hər nəysə, hökumətdən deyil, xüsusi bir sənəd lazımdır bunlara. Allowing ki, onlara imkan versin ki, them to enter the area, əraziyə daxil olmaq üçün. Tourists,
yaxşı olsa burada da they verələr. Can only visit Canaan crystals with a guide. Turistlər bu ərazini ya da çayı ancaq xüsusi bir bələdçi ilə nədir, ziyarət edə bilərlər. They can book a tour, turu deyir, sifariş edə bilərlər to Canaan crystals, Canaan crystallar and enjoy this wonder of the nature. Bu arada nature'ın qabağında the article qətiyyən işlənmir, government'ın qabağında mütləq the article olmalı. Yəni dim olsa da belə dim özü də baya səhvlər eləyir. Təbiətin bu möcüzəsini deyir. Nə deyib, möcüzəsindən həzz almaq üçün, nə bilim, əylənmək üçün book, öncədən sifariş edə bilərlər, tur, sifariş edə bilərlər. But going to the river, çaya girmək is not so easy, elə də asan deyil. Visitors, yenə turistlər, qonaqlar should first use a helicopter, vertolyotdan əvvəl istifadə eləməlidirlər, then a boat, sonra qayıq, and then they should go on foot. Yəni, ora getmək üçün vertolyotdan gedirsən, sonra qayıqla gedirsən, sonra artıq piyada gedə bilirsən. Belə. 8-də nədir? Turistlər avoid using a boat, boat istifadə eləməkdən yayınırlar, çəkinirlər ya da istifadə eləmirlər. Səhv deyir, halbuki gördükcə eləyə bilərlər. Can visit the place without the help of the guide. Guide'ın köməyi olmadan deyir, visit eləyə bilərlər. Xeyr, bu da səhvdir. Gəl belə eləyək də, ən yaxşısı. Damage the environment if they travel with a tour. Turla deyir, ora səyahət eləsələr, ətraf mühitə zərər verə bilərlər. Zərər verirlər, bu da səhvdir. Can visit the river, çaydır, səfər eləyə bilərlər, ziyarət eləyə bilərlər. By getting a special document, xüsusi bir dokument olmalıdır, düz deyir, hökumətdən almaqsan. Are allowed to throw things in the area of the river. Çayın ərazisinə nələrsə atmaq, zirzibil deyək buna, atmağa icazə verirlər. Xeyr, verilmir. Cavab D variantı. What makes Canaan crystals famous? Bu Canaan crystals famous eləyən nə idi yuxarıda? Gördük, popular eləyən nə idi? Bunun rəngləri idi. Əsasında 5 dənə rəng var idi orada. A number of lakes near the river. Çayın ətrafında olan bir neçə göllər. The name of the river. Çayın adı. Different colors in the river. Çaydakı fərqli, müxtəlif rənglər düz deyir. The road to Canaan crystals. Canaan crystala gələn yol. The number of guides coming to the area. Əraziyə gələn bələdçilərin sayı təbii ki, xeyr. Səhv variantı istəyir. 10-cu sualda travelers, səyahətçilər need to go to the river on foot as well. Həmçinin deyir, piyada da gedə bilərlər, ya da getməlidirlər. Xeyr, the plants growing under Canaan crystals give it a red color. Deyir, plants deyir, bax, plants yox. Okay, tamam da bir dənə plant var idi, bu bundan aşıb qalsın. Mən neyiniyim daha? Bunu saxlayalım yadda, əslində birinci helikopterdan gedirlər. Sualı biraz pis qoyublar. Helikopterdan gedirlər, sonra boatla gedirlər, sonra ayaqla gedirlər. Bu deyir ki, to go to the river, yəni getməlidirlər, vacibdir, ehtiyacları var, lazımdır nə? Həmçinin ayaqla. Tamam, bunu yəni sonuncu olaraq ayaqla getmək, bunu qeyd eləyirəm. Çayın altında yerləşən denən ki, xüsusi bir bitki buna red color verir də. Yəni bitkilər niyə deyirsən? Hər ehtimal bunu da sağlayır. Çünki bunlar bu cür düşünür, yazırlar. Bəzən düz, bəzən səhv çıxır, amma məntiqlə səhvdir. Çünki bir dənə plantdır, plants deyil. Hər ehtimal digərlərini oxuyaq, axıda gələcək. Black stones and yellow sand don't affect. Bax, bu səhvdir. Bu səhvdir. Niyə səhvdir? Qara daşlar, sarı qum deyir, çayın rənginə təsir eləmir, halbuki edir. Və yaxşı olardı ki, burada a plant ya da one plant yazsın. B variantını deyirəm. Tamam mı? Burada da yazar ki, ora getməyin yollarından biri də, yəni ya da üçüncüsü ya da sonuncusu ayaqladır, piyadadır. Okay? Çünki uşaq bunu aydınlaşdıra bilmir, məntiq düzgün qoyulmayıb. It's difficult to go to the river for the visitors. Bu düzdür. Yəni, visitorlar üçün çaya getmək nə deyil? Biraz çətindir. Çünki helikopterin əvvəlcə getməlisən, sonra boatla getməlisən, ayaqla getməlisən. Canaan crystals is protected from pollution and damage. Bəli, qorunur. Çünki o digər abzasda göstərilmişdir. Canaan crystals qorunur, pollution və damage'dən düz deyir. Burada da cavab C-ni götürür, amma aynən bir quruluş etibarilə məntiqsizdir. What's the passage mainly about? Mountains around Canaan crystals. Söhbət Canaan crystaldan gedir. Okay? Deyə bilər ki, məşhur çay, ya da nə bilim, rəngli məşhur çay və s. və ilə axır. Baxın, a unique river in Colombia. Budur, cavab Y variantıdır. Unikal çay, Kolumbiyada bir unikal çay. Canaan crystalın ətrafındakı dağlar. Xeyr, dağlar.
A red plant, qırmızı bir bitki. Görürsən, burada qırmızı bir bitki deyir, o da deyir bitkilər. Booking a tour to Canal Crystal. Canal Crystal'a tur sifariş eləmək. Kolumbiyadakı fərqli, müxtəlif göllər, xeyr, E variantı. Unikal, əsrarəngiz bir çaydan söhbət gedir, 11 E variantı. Ola bilər imtahan anında siz girərsinizsə biraz çətin gələn, çünki bu imtahan anı. Amma bir sualı bir dəfə oxuyursan, mətni oxuyursan, sualı oxuyursan, 2 dəfə, 3 dəfə sadələşir, adiləşir. Narahat olun. Bir dənə sadəcə mənə gülməli gələn burada nə oldu? Regular verbslər salıblar. İlk dəfədir mən belə bir şey görürəm. 2010-cu ildən bu yana mən ilk dəfə regular verbi görürəm. Okey. Gəl baxaq, burada nə deyir? Düzgün variantı seç. 1, 2, 3, 4. Bu açıq sual. Yəni, üçünü düz yazmışsan, birini səhv yazmışsansa, avtomatik səhvdir. Only a guide can book a tour to Canal Crystal səhvdir. Nə deyir? Deyir, yalnız və yalnız bələdçi deyir, tur zakaz eləyə bilər. Xeyr, istənilən kəs turist. Sadəcə sənəd almaq lazımdır. The sun affects the color of the river, düz deyir. Günəş təsir edir rənginə, çayın. The location of the river includes mountains as well. Əraziyə həmçinin dağlar da daxildir, çünki orada oxuduq, düz deyir. Helicopter is the last, xeyr, first idi, arkadaşlar. Vehicle to use when you visit the river. Halbuki helicopter is the first vehicle to visit the river. After that you can use it boat, okay? And the last vehicle deməyəcəm də last way to visit the river is on foot. Okay, yəni birincisi helikopter idi. Düşdün, getdin boatla, ondan sonra piyada gedə bilərsən. Yəni bu səhvdir. Okay, birincisi helikopter idi. Cavab oldu nə? 2 ilə 3. Possessive case demişdik ki, düşmə ehtimalı var. Düşdü. Növbəti zonalarda singular noun seçin düşə bilər. Compound noun seçin düşə bilər. Derivative noun seçin düşə bilər. Yəni dediyimiz şəkildə də gəldi düşdü. Çox sadədir. Diana ən son verdiyim sınaqda sonunda bu şəkildə belə bir cümləmiz var idi. Uzun sözün qısası at Diana's. Yəni söhbət təkdən gedirsə apostrofis cəm olsaydı, ailə olsaydı Diana's s apostrof verərdin. Hər halda bir düzdür. My neighbor's door, qonşumun qapısı bu da düzdür. Deməli, this little bizdən düzü istəyir. Bu balacalaşır. Yox. Ümid edirəm oradan görə bilirsiniz. Çünki mən böyüdükcə effekti itir gözəl insanlar. Okay. My neighbor's door, qonşumun qapısı. Boy's hand, burada hər şey düzdür. Yəni isim gəlir falan. Amma bir dənə məsələ var. These, təhdir, boy cəmdədir. Görürsünüz, alınmır. Apostrof S olmalıydı. İkinci, bu oğlanların, hətta sən burada these eləsəydi məndəki səhv olacaqdı. Niyə? Bu oğlanların əli olmur da. Yəni azı burada 3 dənə oğlan varsa, 2 dənə oğlan varsa, ən azı 4 dənə, 2 oğlansa 2 əl, 4 əl. 3 oğlanca 6 əl eləyir. Xəbərdə cəmdə olmalıydı. Hands deməliydin. Nəsə, bizdən yiyəli istədiyinə görə these, okay, bu da nə olmalıydı? These tək apostrof S olmalıydı. The old man's man goes gets çağırçılığın birisi kökdən dəyişənlər hamısı apostrof S olur. Bu da səhvdir, bu da səhvdir. Cavab 1, 2, C variantı. Asan sualdır. Asan sualdır. Ümumiyyətlə, qrammatika çox asan düşür. Bunu da təxmin eləmişdik ki, cavab düşəcək düşdü. Neither or olmur, neither nor olur, neither and olmur, both or olmur, either nor olmur və burada cavab C variantı. Bu da asan. Bu da çox sadədir. Nə dedik? Dedik, məchulda ən çox, yəni 4 tip var, ən çox düşən bu tipdir, yəni nəqli cümlənin passive voice-a çevrilməsi. Burada bildiyimiz nədir? Məlumun mübtədasını siz məchulda mübtəda eləyə bilmirsiniz. Avtomatik bu variantları neyinirik? Çıxırıq və bir də baxırsınız hansı zamanı pastdadır. Ən son bizim hazırladığımız sınaqda da var idi. Və düsturumuz was, were, üstəgəl 3 olacaq. Yəni was, were axtaracaqsınız. A-da var, C-də yoxdur, E-də yoxdur və cavabımız A variantı. Bu qədər sadə, bu qədər sadə. Bura baxaq. Bu sözlərin hamısı çox sadədir. Yəni, hamısı bildiyimiz sözlərdir, belə deyim. Angry, negativ sözdür, fikir verin. Bored, negativ sözdür. Upset, negativ sözdür. Useless, negativ sözdür. Lucky, pozitiv sözdür.
%99.999 cavab E variantıdır. Gəl oxuyaq. I was lucky and happy. Söhbət bağlandı. Gördünüz? Çox sadə. 4 negativ, 1 pozitiv cavabdır. 4 təsdiq, 1 inkar, cavab inkar. 4 inkar, 1 təsdiq, cavab təsdiqdir. Deyim, mən çox bəxtəvər idim, çox məmnun idim, xoşbəxt idim. Tüm də flight uçuş zamanı. Və s. və ilaxır cavabımız E variantıdır. İşarəliyim. Bu sözlərdə birini sözlərdə ən azından 1-dən 3-ü bilirsiniz. Disturb, narahat eləmək deməkdir. Attend, iştirak eləmək deməkdir. Notice, görmək, sezmək, hiss eləmək deməkdir. Yəni, 2-yə A verəcəksiniz. B də gəlir bura. İştirak eləmək, haradasa olmaq. Hansısa bir tədbirdə. Stop somebody doing something. Disturb, narahat eləmək. Bu da olsun C variantı. C-A-B, C-A-B, cavab B variantı. Çox sadə. Sinonim. A variantı. Bunu zaten mən də salmışam, tez-tez bunu veririk. Uşaqlardan da soruşmuşuq, dəfələrlə soruşmuşuq. Yəni, sadə bir şeydir. Yorğun, xarab etmək, korlamaq, aydınlaşdırmaq, ya da təmizləmək olsun. Demək, söyləmək, saymaq, hörmət eləmək mənası var. Təmir etmək, dağıtmaq, antonimdir. Qəribə, adi, sadə, antonimli cavab A variantı. Buna da dedik düşəcək, gəldi düşdü. Baxın, sosial şəbəkə elə bir bəladır ki, gözəl insanlar kim nə gəldi yazır, 9-cu sinif buraxış imtahan model sualı falan filan. Yəni, dimin suallarından başqası yalandır. Yanlış anlaşılmasın, yəni kimlərsə yanlış anlaşılmasın. Model dimin sualıdır, qardaş. Okay? Zaten ona baxsan, deyirsən. Yəni, demişdi ki, if-lə düşmə ihtimalı var, gəldi düşdü. If-in sağında bura indi verməlidir ki, gələcək uzlaşsın. Bu qədər sadə. Bu qədər sadə. Çünki burada will enter var, gələcəkdir. Bu when də olsa vəziyyət eynidir. As soon as da olsa vəziyyət eyni. Sən bağlayıcını, yəni budağını burada indi verirsənsə, bura nə edəcəksən? Ya indi, ya da gələcək olacaq. Bu qədər sadə. Ən sadə, ən palarka sual, bax, mübtəda xəbər uzlaşması. Cavabın çıxma ehtimalı ya 1-4-dür, ya da 2-3-dür. İkisi də var. Niyə? Ya cəm çıxacaq, ya da tək. Bura xəbərdir, bax, diqqətli olun. Bura xəbərdir. Deməli, bu mübtədadır. Mübtədanın içində söz önü var. Söz önüdən əvvələ baxırsan. Yəni, box. Box təkdə olduğuna görə xəbərimiz də nədir? Təkdə olacaq. 2-3, B variantı. Əla. Burada artıq normal şəkildə görsənir. The shop which is. Baxın, bir şeyə siz between vermək istəyirsinizsə, between arasındadır. Nəyin arasında? Ən azı iki şeyin arası olmalıdır. Bu ilə bunun arasında. Tamam mı? İndi, yəni sən evin arasında mağaza, evin arasında mağaza olmaz, evin içində olar. Yəni, anı seçən yoldaşlar sizə bəd xəbər verim, düz deyil. Okay? At the house, evdə. Evin yanında falan, evdən, evin yanında olar. Bu deyəsən C variantıdır. Evin içinə məntiqsizdir. İçində yenə olar da at the weekend. Okay. Next to the house at the weekend. Evin yanındakı mağaza is closed, bağlıdır, ya da bağlı olur at the weekend. Həftə sonuna, yəni 6 bazar işləmir. Cavab B variantı. Article çox sadə. Niyə sadə? Sifətin üstünlük dərəcəsi nə işlənir? Demişdim mi düşəcək? Bir dənə bunu kəsdirməmişdim, çünki mən bunu heç vaxt görməmişəm. Keçən də düşməyib, o bir də görməmişəm. Yalandan nə deyim? Amma sadə bir şeydir. İndi baxarıq. Okay, the oldest. Sifətin üstünlük dərəcəsinin qarşısına nə verirsiniz? The article verəcəksiniz. Və salam, cavab çıxdı. Şəhərdə. Şəhər də bəllidir də. Yəni, şəhər bəllidir. Deyir, hara gəlsən? Şəhərə gələm. Şəhərin deyil mərkəzində. Hansı şəhər qıqa? Bakıdan danışır. Harada yaşırsın? Oradan danışırsın. Yəni, müəyyəndir. Ehtiyac yoxdur indi burada ikinci tərəfə baxmağa, amma cavab zaten çıxdı. Birinci tərəfdən the article qoyanda cavab budur. Şəhərin mərkəzindəki. Deyir, bu. Şəhərin mərkəzindəki ən qədim qüllələrdən biridir. Okay? D variantı. Okay, dilim öyrəşbi. Xətivizə dəyməsin. Regular nə deməkdir? Niyə sizə regular verir? Açmasını deyim. Irregular verirsə, çünki o əzbərləmək lazımdır. Irregular qaydasızdır. Düşünürlər ki, bunu yazanlar nəzərə alırlar, narahat olmuyor. Çünki ola bilər də uşaq yadından çıxarsın, bilməsin. Onun üçün biraz çətin olsun. Ona görə də nədir? Irregular yox, sizdən regular istəyir. Yəni, iyri ilə düzələnlər.
Bu sadədir. Bu irregulardır. Built olmalıdır. Məsələn, bu forgot olmalıdır. Set olduğu kimi nədir qalır? Bu da dəyişir. Yeganə bu da dəyişir. Bu da dəyişir. İdi. 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 Okey? Qardaş, okey demə. Tamam mı qardaş? E variantı. Mən şəkil maraqlıdır. Görüm şəkildən nə var? Crowded. Crowded dolu, izdihamlı. Bu sözləri təzə görmüşdük. Yəni təkrar eləyəndə. Mild, mülayim, yumşaq. Ordinary, adi, sadə. Yəni not unusual. Bu A variantıdır. Having a lot of people, çoxlu adam varsa deyir. O da crowded, not strong, güclü olmayan. Mild. Nəysə, yəni yəqin şiddətli olmayan demək istəyir. Məcburən bunu götürəcək. B, C, A. B, C, A, B variantı. Və nəhayət möhtəşəm sualımız. Hansı sual olmadı? Quantifier gözümə dəymədi. Hansı sual olmadı? Zaman uzlaşması oldu. Modal olmadı. Modalın yerinə regular veriblər. Complete sizə düşmür ehtiyacı. So do I yox idi. Əvəzlik yox idi. Quantifier yox idi. Question tagləri yox idi. Amma adi sual cümləsi. Bunu da dünən təsəvvür edin ki, dünən təkrarladıq. Ümumi. O bir gün təkrarladıq. Cümlənin sonunda sözün oluna cümlənin əvvəli who what veririk. Amma cümlənin sonunda from varsa where da düz gəlir. Where də düz gəlir. Yəni cümlənin sonunda sözünü olanda who what onsuz da düzdür. From varsa from da söz önüdür. Where da əvəz, yəni əlavə edilir. İndi bundan hansı var? Bu ikisi var. Yəni haradan, kimdən? Bu qeyri-adi şəkilləri onlar haradan alıb, kimdən alıb? Cavab 3-4 çox sadə. Bunu da izah eləmişdim. Yəni sizə o imtihana düşəcək mövzular, suallar, nə bilim, qaydalar necə yazacaq. Onun üçün də fikir verirsiniz, hamısını vermişdik. Bir də bu regular, o da sadə bir şeydir. Orada heç toxunmuram. Bu nədir? Allah Allah, fil var burada. İndi, gözəl insanlar. Burada bilmirəm nə eləyir, qardaş. Burada nə eləyir, mən bilmirəm nə eləyir. Mən bilmirəm, uşaq nə bilsin. Bəlkə şəkillərin yeri dəyişib. Burada fil burada olmalıdır. Ya da fili maşına qoyur. Ya, bilmədim nəysə. Tuta bilmirəm. Yəni, şəxsən mən tuta bilmirəm. Burada uşaqdır. Filə sümmiyyatı zaravat eləyirəm. Meyvə qorxur, yəqin bilmirəm. Burada yemək verir. Burada nə eləyir? Bax, bu çırpdı. Tamam da başa düşdüm. Amma nə eləyir? Fili maşına qoyurlar, nə eləyir? Uşaq bu necə təsvir eləsin? Buradan da cəmaat belə boylanıb. Yəni, Allah köməyiniz olsun. Orta hissəsinə toxunmayacaq. Bir dənə əvvəlinə, bir də axırda 2 dənə cümlə əlavə eləməklə 5-də 3 balımızın hazır olduğunu göstərməyəcəm. Çünki mən bu şəkillə bağlı paylaşım vermişdim, gözəl insanlar. Demişdim ki, qardaş, niyə yuxarı çıxmırsan? Elə busan? Nəysə, alınmadı. İndi bir dənə diqqətlə baxın. Əvvəl necə başlayırdıq? One day, bura yazım geçsin də. One day, kim? Atıram, Əli. Əli. Əli neyini yirdi? Atıram. Evdə oynayırdı ya da həyatda oynayırdı. Was playing in the yard. Həyatda. Hava necə idi? The weather, hava, was nice and sunny. Qəşəng və günəşli idi. Əla. Kəfildən onun dədəsi qərar alır ki, getsinlər. Hara getsinlər? Zooparka getsinlər. Ya da çırka getsinlər. Suddenly, his father artıq o tərəfin yazmaq istəmir. Decided verirəm, saxlayıram. Niyə? Bura qədər olan şey əzbər olan şeydir. His father olar, his mother olar, his friends olar, fərqi yoxdur da. Bu hissəsi bizdə əzbər idi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 sözümüz var. Hazır.
Decided to olsun, bu da 20. Okay? To take him versəz, ona aparmaq, hara, sırq sözü, yazazı falan filan uzanacaq. Oldu 20 söz. Ardını gətirmirəm. Yəni özümü qoyuram zəif bir tələbənin yerinə. Sadəcə bu hissəni əzbərləmişəm və bal almaq istəyirəm. Bu hissəsini bilmirəm, görürsünüz, görmürsünüz. Axırına gəlirəm. Əla bir gün idi, bomba bir gün idi, qəşəng bir gün idi, elə bir şey yazmaq istəyirəm. It was a wonderful day. Kimin üçün? Ali üçün olsun. For Ali. Because bunu böyük yazım, nəysə. Because o, çünki o qəşəng əla bomba vaxt keçirdi. Harada? Sirkdə, nə bilim, zooparkda, nə bilməm, sirkdə, zooparkda. Çünki həyat var, qardaş. Mən nə bilim, burada da çöldü həyatdır. Belə sirk olur, bilmirəm, nəysə. Because he had a great time. Harada? Atıram, in the zoo. Okay? And he was very happy. Very happy. Getdi. Ortasını özünüz nə yazırsınız, yazın. 5'te 3 balımız hazırdır. Orada 20 sözümüz var idi. 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40 söz oldu. Yəni siz 35'i də keçdiniz. Məzmun ardıcılığını qoyandan sonra, məntiqi ardıcılığı, bu cümlələrdə görürsə and var, because var falan. Bunları da verəndən sonra həm meyarların 2 dənəsindən deyirəm, məzmundan bir də məntiqdən. Cohesion. Bundan 2 bal buradan əmsal olaraq deyirəm ha. Çünki ümumi 5 bal. 2 bal buradan, 1 bal buradan aldınız. 5'te 3 balınızı qoydunuz mu cibinizə vəssalam. Bu hissəsini nətərsə bəstələyərsən, yazarsan, doldurarsan, 5'te 4'də də qalxarsan, yerində də qalarsan, belə. Tamam mı? Bunu vermişəm, gözəl insanlar. Əvvəldən 2-3 cümlə, axırdan 2-3 cümlə. Bunları əzbərləyin, verdiyim kimi yazın. Sadəcə temaya görə, mövzuya görə həyatdaydı, bağçadaydı. Onu dəyişəcəksən burada, bunları. Bir dənə ad qoyarsan, Əli, hava bombadır, pislik, yağır falan, onu dəyişərsən. Axırında beləsinə yazırsan, söhbəti bağlayırsan, balını alırsan, qoyursan cibinə. Tamam mı? Növbəti imtahanlar nə zamandır? Baxaq. Ayın 12'si var, ayın 26'sı var. 12'si və 26'sı da yenə eyni atdığım düşəcək qaydalar eyni şəkildə də şəkillə bağlı, təsvirlə bağlı videolara baxıb balınızı yuxarı qaldıra bilərsiniz. Bu bir. Bir də ki, məzunlar da soruşur ki, məzunlar üçün də video gəlsin. Gözəl insanı 15 mart üçün çəkilən video elə məzunlar üçün də keçərlidir. Əgər bazanız zəifdirsə, növbəti ili, nə bilim, hazırlaşmaq istəyirsə 11'ə keçirsiniz, 9'a keçirsiniz, baza zəifdir. Bizim foundation qruplarımız olacaq. 2-3 aylıq, hal-hazırda bu ay başlayacaq inşallah. Qoşulub, İngiliscə levelunuzu qaldıra bilərsiniz. Sentyabrdan da rahat şəkildə hazırlığa davam edə bilərsiniz. Ayın 12'si, ayın 26'sı olacaq, imtahanı olacaq. Gözəl yoldaşlarımıza, şagirdlərimizə də uğurlar dilirik. Hələlik, sağ olun, özünüzdən müğayət olun.